Salam, hər vaxtınız xeyir, əzizlərim. Bugün yenidən qarşınızdayıq və bugün də ölkənin ən peşəkar psixoloqu Şərəfət Şirinli ilə çox dərin mövzulara toxunacağıq. Çünki bu elə bir mövzudur ki, bu mövzu haqqında heç kim danışmır və bu mövzunun içindən çıxan mövzular heç kim bu barədə danışmayıb. Odur ki, bugünkü mövzumuz övladlığa götürülən uşaqlar və valideynləridir. Xoş gördük Şərəfət xanım, necəsiniz? Çox şadım sizi görməyə, çox yaxşıyam. Mən də çox şadam, çünki sizlə hər söhbətdən sonra mənə qəribə bir pozitiv gəlir. Sizdən çox xoş ab-hava alıram mən. Yenidən sizlə görüşməyimə şadam və bugün olduqca maraqlı mövzuya toxunacağıq. Mənə belə gəlir, heç kim bu barədə danışmayıb. Siz nə düşünürsünüz? Mən də elə gəlir heç kim. Danışaq? Danışaq. Mən ətrafımdan müşahidə elədiyim və yaxın ətrafım, uzaq ətrafım bir çoxlarının rastlaşdığı bir hadisədir bu, haldır bu. Məncə bu daha çox şərq ölkələrində mövcuddur və Azərbaycanda daha çoxdur. Yaxın qohumdan övlad götürmək, yəni bir ailə evlənir, övladı olmursa, onlar bir müddət sonra qardaşdanmı, bacıdanmı çox yaxın övlad götürürlər. Yəni biz Avropaya baxsaq, görürük ki, onlar uşaq evlərindən götürürlər. Qohum əqrabadan götürmək onlarda yoxdur, bizdə var. Niyə? Ona görə ki, hesab edirlər ki, yaxın adam olsun, mənim qanımdan, mənim nəslimdən olsun və uşaq evlərindən mən bilmirəm ondan atası kimdir və daha pis baxılır. Ancaq uşağa hansı travmanı veririk o zaman? Nə qədər valideyn, o övladlığa götürən valideyn əziyyət çəkir? Nə qədər o uşağı biləndən sonra əziyyət çəkir? Nə qədər, hansı ki anadan o uşağı alıblar, o ana əziyyət çəkir? Bunu yalnız hər bir insan öz dərinliyində bilir. Və heç kimlə bunu bölüşmürlər, ona görə ki, çox ağrılı bir mövzudur və heç kim də onu başa düşmür. Biz bir-birimizin ağrısını o zaman başa düşürük ki, onu yaşayırıq. Məsəl üçün, sizin dişiniz ağrıyıb, mənim dişim ağrıyıb, siz deyəndə ki, ay Şərafət, mənim dişim ağrıyır, mənim əgər dişim çox bərk ağrıyıbsa, mən deyirəm, vay, könül, bu lap dəhşətdir. Yox, əgər yüngül ağrıyıbsa, deyirəm ki, Əşi dişdir də, ağrıyıb. Bəli. Ancaq bu insanın həssaslığından və insanın dərinliyindən asılı olan ağrıdır. Və ona görə hər bir fərqli insan yaşayır çox dərindən. Bir tanış xanım mənə danışmışdı ki, deyirdi, mən 5-ci sinifdə oxuyurdum. Mamam tutdu əlimdən, məktəb çantamı, pal-paltarımı yığdı, aparıb məni bibimə verdi. Mən anlamadım nə baş verir. Özümdən böyük bacım, balaca var idi, bilmirəm niyə məni. Mən getdim, elə bildim, mən gətirəcəklər evə 3 gün, 5 gün və beləcə qaldım bibimin yanında. Bibim vadar elədi, mama deyim ona, bibim vadar elədi, yəni evin bütün qulluqçuluğunu mənə elətdirirdi. Yəni bu şəraitdə gözüm anamgildə qala-qala, gözüm bacı qardaşın yanında qala-qala böyüdüm. Yəni övladdan pay olur Şərəfət xanım, bu normaldır. 5-ci sinifdə oxuyan bir uşaq, bu bir hadisə. Ötənlərdə bir qonşum məndən bir məsləhət istədi. Aciz qaldım, çünki oxşar mövzuydu. Deyir, mənim bir qardaşım və o biri qardaşım evli idi, birinin övladı olmurdu, 10 il idi və bu biri qardaşım uşağın 6 yaşı idi, 1-ci sinifə gedirdi, yığdı çantasını, hər şeyini verdi o qardaşa. Və o uşağın özündən böyük və balaca qardaşı, bacısı var idi. O ana da onu özəlləşdirdi, imkan vermədi bu tərəfdən ünsiyyət qursun doğmaları ilə. O qədər özəlləşdirdi ki, o oğlan böyüyüb, ailə qurub, o qadın ana ölüb, saxlayan ana və oğlan heç cürə bioloji valideynlərini qəbul eləmir. Yəni bu olduqca dərin bir
məncə mövzulardır da. Yəni bir uşağa belə travmanı yaşatmaq, onun bəlli anlayan yaşında doğmalarından ayırmaq yad bir mühitə, o qan qohumudur. Bəli, amma mühit yaddır ona. Baxın, orada nə baş verir də? Travmatik bir hadisə kimi uşağın yaddaşında qalmasa da, ancaq şüur altında bir his kimi qalır. Və o uşaqlar öz həyatlarında da yer tapa bilmirlər, narahat olurlar, işlərini dəyişə bilərlər, valideynləri ilə, yəni həm götürən valideynlə, həm də digər dünyaya gətirən valideynlə problem yaşaya bilər. Məhz o travma beyində qalır onun üçün. Dərin psixoterapiyaya keçən zaman bu puzzlelar yerinə oturur. Ancaq hər adam da bunu başa düşmür, hər adam da psixoterapiyaya gəlmir və mən sizə bir məsələni də qeyd edeyim. Mən bir neçə vaxt uşaq evləri ilə və internatlarda işləmişəm və orada biz testlər elirdik. Mən 10 ildən artıq məktəbdə psixoloq işləmişdim və məktəbdə o testləri keçirmişdim. Mən çox gözəl bilirdim o testlər necə işləyir və həmin testləri də mən uşaq evlərində başladım keçirməyə və gördüm ki, tamamilə fərqli bir dünya açılır. Mən o zaman Təhsil Nazirliyində işləyirdim. Ona görə biz əməkdaşlıq elirdik Amerika ilə, Türkiyə ilə və İsrail ilə əməkdaşlıq elirdik və hamıya istəyir nevropatoloq olsun, istəyir psixiatr olsun, istəyir məhz sosiologiya ilə məşğul olan yetərincə bir ünlü universitetlər olsun ki, orada psixoloq, sosioloq dərin araşdırmaları var. Mən bu testlərimi göstərdim və dedim ki, baxın, görün nə baş verir. Onlar da hamısı təəccüblü qaldılar və mən onda qeyd elədim ki, baxın, mən bu uşaqları yer kürəsində yaşayan insanlar kimi qəbul eləmirəm, ona görə ki, testlərimiz yer kürəsində yaşayan insanlar üçün məxsusdur. Onlar üçün bu icad olunub. Elə bir uzaylılardır travmaya görə. Yəni, orada beyin tamamilə başqa cür işləyir. Niyə? 9 ay uşaq ana bətnində olan zaman ananın hisslərini ümumiyyətlə bir müddət qanı qarışır ananın qanına, bu bir. İkincisi, yəni ananın qanından qidalanır. Bəli. İkincisi, məhz DNK səviyyəsində informasiya ötürülür. Üçüncüsü, ana nə yaşayırsa, ətraf aləmdə bir müddətdən sonra işıqlıqda uşağın gözləri yaxşı inkişaf edəndən sonra onu görür, qulaqları ətrafda olan bir səsləri eşidir və ana nə hiss eləyirsə, hansısa bir uşaq o hissi özünküləşdirir, hansısa bir uşaq o hissdən inkar eləyir və elə doğulur. Kimsə ona görə ana ilə rəfiqəlik eləyir, dostluq eləyir, kimsə ana ilə dostluq eləmir. Ancaq yenə də bir bağ var, bu 5-6 yaşına kimi çox yaxındır, hər iki övlad da, həm oğlan uşağında, həm qız uşağında. Sonra 7 yaşından sonra bu bağ başlayır və separasiya olunuruq bir müddətdən sonra. Yalnız biz uşağa bu məlumatı vermədən ay başa düşməyəcək, bilməyəcək və tez erkən analarını itirən uşaqlarda bu var ki, uşaq bilmir ki, nə baş verdi, niyə o qoxu yoxdur. Niyə ona görə anaların paltarlarını verirlər ki, uşaqlar iynəsinlər, elə yatsınlar. Niyə o səs yoxdur? Mən məsəl üçün o eksperimenti eləmişəm övladımda. Övladım dünyaya gələn kimi mən həkim qeyd elədi ki, gözü yumuludur. Dedim, sakitcə qulağıma dedi. Dedim, Diyan indi bu saat gözünü açacaq. Mən can balam deyən kimi uşaq gözlərini açdı, mən tərəfə baxdım və həkim qeyd elədi ki, necə mən dedim, mən danışmışam uşağına və bunu nə üçün elədim
Ki sonra da öz pasientlərimə, müştərilərimə qeyd edim ki, bu dərəcədə ana ilə uşağın bağı yaxındır. Mən onu təbii prenatal psixologiyada keçmişdim. Mən o təbii kör-körənə eləməmişdim. Mən bilirdim ki, bu var. Və təsəvvür edirsiniz, o anadan ayrırıq. Elə bilin ki, bir yarınızı kəsirik. Özünüzü necə hiss eləyəcəksiniz? Amma burada bir şeyə toxunmaq istəyirəm. Bu uşaq evlərində olan uşaqlar bilir ki, atılmış uşaqlardır. Bu valideynlər, hər iki valideyn atıb. Ya da dünyasını dəyişib. Ya da dünyasını dəyişib, bəli. Yəni, bu fərqli bir durumdur. Bir də var ki, bu övlad başqa ailəyə verilir. Fərq eləmir neçə yaşında. Bəlkə elə doğulandan, bəlkə 3 yaşında, 5 yaşında, 10 yaşında, amma verilir və bu Azərbaycanda çox geniş yayılıb. Verilir və sonradan biri var bilir və yaxud da bilmirsə sonradan eşidir. Bu uşaq küçədə gəzəndə balaca uşaqlar qanmır axı. Onun ətrafı deyir, o sənin valideynin deyil, bu deyir, o sənin atan deyil, bu sən. Bu travmalarla doğmalarının bioloji valideynlərinin, bacı qardaşını görə-görə fərqli mühitdə böyüyür və çox vaxtda verildiyi yerdə fərqli ab-hava ilə rastlaşır. Təbii. Yəni mən bildiyim o qədər ailələr var ki, verildiyi yerdə hətta bəlkə də ona yaxşı baxarlar, adətən yaxşı baxmırlar. Onu sanki öz şəxsi mülkiyyəti kimi hamıdan, hər şeydən, axı onun deyil. Saxlayan ana onu hamıdan, hər şeydən uzaqlaşdırır ki, tək mənimdir. Çox şuursuzcasına onun təcrid eləyir hamıdan. Baxın. Və o bu mühitdə böyür. Bəlkə də yaxşı baxsalar da, amma o bilir axı orada, o bir an onunla böyüyür ki, mən nə təklif edirəm? Bəli. Mən təklif edirəm ki, birincisi biz elə bir qınamaq tərəfə gedirik. Bu düzgün deyil, bu bir. Yox, mən qınamaq istəmirəm. Qınamayaq. Ancaq nəyi göstərək ki, insanlar bilsinlər ümumiyyətlə. Mən qeyd eləmək istəyirəm ki, biz indi bu saat qınamağa tərəf gedirik, qınamayaq. Burada bir məsələ var. Valideynini itirmiş uşaq bir travma yaşayır ki, məni atdılar, getdilər, fərqi yoxdur ya. Atıb gedib, yoxsa dünyasını dəyişib, uşaq beyni üçün məni sevmədi, qoydu, çıxdı, getdi anlamına gəlir. Və mən bunu indi bu saat sırf kitablardan demirəm. Təsəvvür eləyin, 27 illik təcrübəmdə en qədər belə bir böyük insanlar olub ki, bəli, yaşayıblar onu, məhz o travmaya gəlir ki, məni sevmirlər, məni sevmir, öldü. Məni sevmir, qoydu. Məni sevmir, verdi. Belə və bu uşaqlıqdan çox dərin olur ki, məni sevmir. Siz deyən o qohum verəndə isə hər gün demək olar ki, o travmanı yaşayır. Bacı qardaşlarından baxa-baxa travmanı yaşayır. O valideynlər ki, o analar ki, tamamilə təcrid eləyirlər digər məsəl üçün qohumdan, onu ona görə qorumaq üçün onu eləyirlər. Ancaq fikirləşmirlər ki, nəyi? Bir eksperiment kimi deyim, nəyi fikirləşmirlər. Deməli, pişik balası doğulandan sonra əgər 2 həftə ərzində haçan ki o ayaqları başlayır inkişaf eləməyə, təbii beynindən impuls gedir. Əgər sən o pişiyi çox sevirsənsə və əlində bəsləyirsənsə, gəzməyə qoymursansa, elə əlində yemək verirsənsə, 2 həftədən sonra o pişik gəzməyəcək. Beynin orası işləmir, impuls getmir və ayaqları iflic olunur. Tamamilə sağlam pişik. İnsan övladlarında bu biraz daha uzundur və biz nə qədər uşağımızı qoruyuruqsa, ay bunu eləməsin, o stresi yaşamasın, bura getməsin, bir şey deyərlər, digər həyati hadisələrdə distres olur. Və 30 ilin, 35 ilin, 50 ilin eksperimentləri var ki, insanları qoruyublar və insanlar böyük yaşlarında, 25, 30, 35 yaşlarında hava dəyişkənliyindən də stresə düşürlər. Balaca bir çətinliyindən də
stressə düşüb və fəaliyyətlərini davam elətdirə bilmirlər. Stres həyat deməkdir, stres inkişaf deməkdir və uşaqlıqdan biz stresə dayanıqlığımızı inkişaf elətdiririk. Mövzudan biraz yayındım, getdim stresə. Yalnız fərqi yoxdur. O uşağa əgər sən sevgi ilə yanaşırsansa, o uşağı gül kimi çiçəkləndirəcəksən. Biraz ara istəyirəm yönəldək fikrimizi. Hər ananın ürəyində istəyir dünyaya gətirsin, istəyir gətirməsin. O sevgi varmı? Yoxdur. Və nə qədər var? Yoxdur. Hər anada yoxdur. Hər qadın dünyaya uşaq gətirib deyə ana ola bilməz. Hər ana uşaq fərq eləmir, özünün ya başqasının uşaq saxlayıb deyə ana ola bilməz. Yəni ana olmaq tam başqa bir məfhumdur, çox çətin bir məfhumdur ki, bunu hər adama şamil eləyə bilmərik biz. Yenə də düzgün başa düşək, burada bir məsələ var. O zaman mən övladımı, yaxınlarımı yetərincə sevmirəm ki, özümü sevmirəm. Hər şey birinci özümüzdən başlayır. Özünü sevən qadın təbii övladını sevəcək. Uşağı olmayan qadın nə dərəcədə özünü sevmir? Bizim cəmiyyətdə demək heç sevmir. Əgər biz nəzərə alsaq ki, evlənəndən 1-2 il sonra bir şey var söhbəti, bütün nəsil, qohum, əqrəba, qonum, qonşu hamı müdaxilə eləyir və o bir şey var. Nə oldu? Heç nə yoxdur. Bunlarla yaşayan qadın əlbəttə ki, çox böyük travma almış qadındır. Yaxşı, bununla yaşayan travmalı qadına uşaq vermək nə dərəcədə doğrudur? Yəni, mən nəyi istəyirəm söyləyim? Məsələn, uşaq evlərində o qədər uşaqlar var ki, zənnimcə o uşaq evindən övlad götürmək daha məqsədə uyğun deyilmi? Nəinki qohumdan götürsən. Düzdür, biz deyirik ki, nəslimdən olsun, qanımdan olsun, amma hətta öz dünyaya gətirdiyin övlada sən qarant dura bilmərsən ki, bu əməli salih olacaq, bu əxlaqlı olacaq, bu adekvat insan olacaq, bu mümkünsüz bir şeydir. Yəni, biz dünyaya övlad gətiririksə, istər ata, ana övlad sahibi oluruqsa, bu demək deyil ki, biz onu doğru, düzgün bir övlad kimi görürük. Onu böyütmək, ona tərbiyə vermək bizdən asılıdır. Yəni, ona görə fərq eləmir ki, qohum uşağıdır, yad uşaqdır. Sən onu doğru böyütsən, o doğru olacaq. Yəni, ona görə nəyə görə gedib uşaq evlərindən götürmürük? Həm daha böyük savabdır, həm yəsiz qalmış, başına sığal dəyməmiş bir uşaqdır, valideyni atmış və yaxud ölmüş bir uşaqdır. O sevgini görər. O qıraqda kimlərdəsə o sevgini, bəlkə qohumlarımda olsam daha yaxşı olardı, valideynlərimdə olsa daha yaxşı olardı. Bu hissdən böyümür. Yəni, burada bir məsələ də var. Bəli. Bizə baxan insanlar deyə bilərlər ki, mən övladlığa müraciət eləmişəm, ancaq orada sağlam uşaq yoxdur. Bu doğrudan da belədir. Bir çox internatlarımız və uşaq evlərimiz var ki, valideynlər o uşaqlara baxa bilmirlər və ən azından bir valideyni var. Və o valideyni var deyənə övladlığa verə bilmirlər. Bu məsələlər də var. Onun üçün də bəli, qohumdan götürürlər və yaxud ki, söhbətə qayıtsaq, fərqi yoxdur, neçə yaşından götürürlər. Travmadır. Yeni doğulmuş, yəni insan doğulur, dünyaya gəlir və anası elə o gün dünyasını dəyişir. O uşağın da travması var. Bilməyə ki, tamamilə başqa bir insanlar baxıblar ona. Heç yadına düşməyərək ki, məsəl üçün, ola bilsin ki, gizlədirlər ki, elə bilir ki, elə onun anasıdır. Ancaq yenə də onun travması var. Ona görə ki, uşaq o iyi hiss eləmir və bir müddət, iyi nə deməkdir? Bizim şüuraltımız gedir, elə bir yerə düşür ki, sən özünü niyə belə aparırsan, bilmirsən. Məhz o travmaya görə. Digər tərəfdən də bizim cəmiyyət bir balaca hamının işinə
müdaxilə etməyi sevən cəmiyyətdir. Ailələr, yaxın, qohum, qonum, qonşu müdaxilə etmədən yaşaya bilməyən cəmiyyətdir. Yəni belə bir cəmiyyətdə Hamımız ağıllıyıq da. Hə, hamı ağıllıdır, hamı məsləhət verməyi sevir. Hətta hərdən o qədər ifrat dərəcədə olur ki, sən insandır, çox istədiyin insandır, amma bu kirimir də, elə nə deyirsən məsləhət verir, öz fikirlərini sırıyır. O hara qoyasan onu bilmirsən. İlla da bu qohum, əqrəba, qaynana, qaynata, əmi, dayı, xala və s. olursa, sən onu hara qoyacağını bilmirsən və o tənələrin altında yaşayırsan. Belə olan halda biz, Şərifət xanım, belə ailələrə nə məsləhət verə bilərik? Anladıq, uşaq evlərində problemlər var ki, natamam ailədən qoyurlar, verə bilmirlər və yaxud da tamamilə ailəsiz olan uşaqlar, bəlkə xəstə falan, hərçənd düşünürəm onu da yoxlamaq olar, baxmaq olar. Heç kim qarant vermir ki, sən qohumdan götürdüyün uşaq xəstə olmayacaq. Mən istəyirəm düzgün anlaşılsın. Mən təklif eləmirəm ki, yalnız sağlam uşaqlar. Yəni nə boyda savabdır da problemli uşaqlarla və orada şəxsiyyət özü çox gözəl inkişaf eləyir. Yəni övladlığa götürən insan çox gözəl inkişaf eləyir, elə yardım göstərə-göstərə. Mən təklif eləyirəm ki, biz digər tərəfdən biraz baxaq. Biz hamını sağalda bilərik. Əgər ürəyimizdə böyük sevgimiz varsa, bu bir. İkincisi, bundan da bölüşüm, xəbəriniz olsun. Deməli, uşaq valideynsiz, qayğısız, diqqətsiz qalan zaman, yəni o valideyn nəvazişi olmayan zaman, uşağın beynində əqli, gerilik kimi dəyişikliklər gedir. Bəli. Və əgər bu 3 yaşına təsadüf eləyirsə, məsəl üçün 3 yaşına kimi ailədə böyüyüb, sonra valideynlər qəzaya uğrayıblar və uşaq 3 yaşından sonra uşaq evinə düşüb, super aktiv uşağı başlayır əqli geri. Ona görə onlar pis oxuyurlar məktəblərdə. Ona görə yox ki, onlar oxumaq istəmirlər. Yəni, mən sizə indi bu saat sübut olunan bir məsələləri deyir, amma mən belə fikirləşirəm, ya da mən bunu müşahidə eləmişəm, yox. Bunu Amerika, Avropa, İsrail alimləri, yəni çoxdan hələ keçən əsrdən bu sübut olunan bir şeydir ki, beyin elə bir başlayır sönməyə, travmaya görə hiss eləməyim, ətraf aləmi qavramayım, yeni bilik almayım, yeni bilik mənə əziyyət verə bilər. Və bu uşaqları biz övladlığa verən zaman uşaqlar əməli başda çiçək açırlar. Əgər o valideynin ürəyində, siz bəyalam dediniz ki, bibi qulluqçuluq elətdirirdi uşağı, örgətsin, bəli, biz hamımız ev işlərimizi özümüz görürük də, bu tamamilə başqa bir şey. Və bilirsinizmi, özümüzə qulluq nə dərəcədə beyni inkişaf elətdirir? Yəni, bir uşaq əgər ayaqqabı bağını bağlaya bilirsə, məktəbdə düzgün ünsiyyətə girə bilir. Görün nə dərəcədə bunların arasında böyük bir fərq var, ancaq o qədər də yaxınlıq var. Ayaqqabı bağını bağlaya bilmirsənsə, sən özünü qulluq eləyə bilmirsənsə, sən yeməyi yeyə bilmirsənsə, məktəbdə ünsiyyət problemi yaşayırsan. Və bir çox məktəbdə ətraf belə uşaqlarla ünsiyyət problemi yaşayan uşaqlar ona görə bu problemi yaşayırlar ki, valideyndir ki, mən eləyərəm sən yerim. Haşiyədən kənara çıxmaq istəmirəm, qayıtmaq istəyirəm ora. Nə üçün? Mövzumuz odur. Və burada mən istəyərdim ki, bir psixoloq kimi 27 illik təcrübədən çıxış eləyərək, bilirsiniz, çox zaman bir çox psixoloqlar var ki, fərqli yanaşırlar, yanlış yanaşırlar, amma sizin kifayət qədər olan iş təcrübəniz doğru düzgün yanaşmadan xəbər verir. Ona görə biz belə valideynlərə, yəni digər tərəfdən insan düşünür ki, tamam, bu insan nə qədər ürəyi böyük, nə qədər geniş ürəkli olmalıdır ki, hətta övladını başqasının xoşbəxt olmağı üçün verə bilsin. Bunu da insan düşünür. Onu çox nadir insanlar eləyirlər. Çox zaman ananı vadar eləyirlər. Vadar eləyirlər, bəli, bəli. Ya da ana utanır.
Ki necə etiraz eləsin? Mən yox deyə bilmədim. Çox zamanda o ailədə olan əvvəllər o ağsaqqallar, ağbirçəklər ki, ailə övladsız ailə dağılmasın deyə həqiqətən də digər ananı vadar eləyirlər. Bu ana da ailəsi dağılmasın deyə o biri uşaqları ailəsiz olmasın deyə verir. Belə olan halda biz buradan cəmiyyətə nə mesaj göndərə bilərik ki, tamam, bildik, bu var, bu olub, əsrlər boyu olub, indi bugün durub deməklə deyil ki, olmur. Hətta mən deyərdim ki, qonşu Türkiyə, qardaş Türkiyə bununla bağlı kifayət qədər filmlər çəkir, psixoloji verilişlər eləyir ki, insanları maarifləndirsinlər. Amma mən Azərbaycanda belə dərin mövzularla bağlı maarifləndirici heç nə görmürəm mənim əzizlərim. Azərbaycanda psixoloqlar ancaq gündəmdə olmaq üçün olduqca dayaz mövzulara toxunurlar. O mövzuların da dərinliyinə varmırlar. Amma bugün bizim cəmiyyətimizdə kifayət qədər dərin mövzular var ki, və insanlar bununla bağlı heç nə tapıb oxuya bilmir, heç nə tapıb baxa bilmir. Və bugün biz belə dərin mövzuya toxunmuşuq ki, bu əsrlərdən əsrlərə ötürülən bir zəncirvari bir haldır. Əlbəttə ki, bugün cəmiyyət, yeni nəsil daha ağıllıdır, mən deyərdim, onların fərqli düşüncə tərzi var, amma yenə də insan tanıyıram ki, gedib oxuyub, Cambridge-də oxuyub, Amerikada oxuyub gəlib, amma o belə bu hadisə ilə rastlaşıb. Yəni, onu belə vadar eləyiblər, ailə qurub, övladı olmayıb, qardaşın, uşağın ona ailə, ata, ana vadar, o da bundan razılaşıb. Yəni, xaricə getməklə deyil. Mən hərdən anama zarafatla deyirdim ki, ay mama, sən rayondan gəlmirsən, rayon səndən gəlmir. Sən rayondan çıxmırsan, rayon səndən çıxmayıb. Yəni, bax, bu bizim mental dəyərlərimizin mənfi tərəfləri var ki, biz bugün buna toxunduq. Deyim sizə, nə eləyək? Nə biz cəmiyyətə mesaj ötürək ki, dəstək olsun. Çünki Şərəfət xanım, o qadın, o ana vadar olunur bunu eləməyə, o bir ömür gözü yaşlı qalır. O uşaq bir ömür kinli qalır. O ailə onu necə böyütsə də, ən gözəl olsa da belə, o orada qalır, o kinli qalır. Yəni, cəmiyyət ona normal yanaşmır, götürülmüş uşaqlara hər nə olursa olsun, yəni hər şeyi ondan gözləyirlər, hər şeyin pisi o eləyə bilərmiş kimi yanaşırlar. Hətta o balacalıqdan o uşaqlara tənələrlə böyüyürlər. Tənələr, yəni o deyir, sən anan deyil, sənin valideynin filan kəslərdir. Bunlarla böyüyən uşaq bu cəmiyyətə nə qədər adekvat ola bilər? Bunlarla rastlaşan ailə, insanlar, o uşağın taleyi nə dərəcədə gözəl ola bilər? Biz buradan nə mesaj ötürək ki, ən azından bunu bir balaca yüngülləşdirə bilək? Mən bəzi məsləhətlər vermək istəyirəm. Yəni, bu məsləhət kimi yox, insan onu gərək yaşasın, başa düşsün və o az travmatik olması üçün nə eləməliyik? Məsəl üçün, əgər yeni doğulmuş yaşla gedəcəm, yeni doğulmuş uşağı digər ailəyə veririksə və ana buna hazır olmalıdır birinci növbədə. Ana uşağa süd verirsə, süd verə-verə, balam, mən səni çox istəyirəm, qeyd eləməlidir və deməlidir, balacadır, heç nə başa düşmür, məsələsi yoxdur. Deməlidir ki, mən səni sevirəm, həmişə də sevəcəm. Sənə bu xanım baxacaq. Və elə mən bir gün gətirdim o uşağı ora qoydum, sonra da qayıtmadım, məsələsi olmamalıdır. Yavaş-yavaş alışmalıdır və uşaq digər qadına o qədər alışır ki, elə fikirləşir ki, bu belə də olmalıdır. İnsanın 2 dənə anası var. Sonra, bəli, təbii anası yavaş-yavaş başlayır uzaqlaşmağa. Bir 2 saatlığımı, 3 saatlığımı, bir günlüyümü, bir gecəliyimi, bir sutkalığımı. Bir müddətdən sonra uşaq özü sevərəkdən bu digər ailədə başlayır qalmağa. Bu bir tərəfi və təbii sonra da ömrü boyunca hər iki ailənin ünsiyyəti olur və insanlar onda özlərini çox xoşbəxt hiss edirlər ki, mənim 2 anam var, mənim 2 atam var. Bax, burada sizə bir dəstək, bir fikir bildirim. Məsələn, biz xarici necə bilirik? Avropanı, yenə deyirəm, şərq ölkələrini demirəm, dini müsəlman olan ölkələri də demirəm. Avropa, Amerika, bu ölkələrdə, bu regionlarda
o uşağa uşaqlıqdan həqiqəti deməyə öyrədirlər. Ona uşaqlıqdan deyirlər ki, bax biz götürmüşük, o sən valideynlərində, onlar da səni çox sevir, amma biz də səni çox sevirik. O uşağı təcrid eləmirlər deyə o daha az ümumiyyətlə travmasız böyüyür. Bizdə bunu biraz da gizlədirlər. Gizlətdikcə də o travma böyüyür. Çünki ətraf bilir. Gizlədirik. Bəli, Sevgidən gizlədirik. Bəli. Sevgidən gizlədirik, təcrid eləyirik, amma ətraf ki bilir, o uşaq o tənələrlə, atmacalarla böyüyür, daha çox travmaya uğrayır. Ya da baxın, heç ətraf bilməsə də, yenə də uşaq nəyisə hiss edir. O ki, o travmatik qalır, ancaq başa düşmür, nə? Və mən həmişə deyirəm ki, onu üstünü asfaltladıq, sonra betonladıq, sonra bir dənə də asfaltladıq, bir dənə də betonladıq. Bax, elə travma dibdə qalır. Ancaq bu o demək deyil ki, o travma orada səs salmır. O səs salır, biz onu qorxular kimi təsəvvür edə bilərik. Biz onu həyatımda mən heç nəyə nail ola bilmirəm. Mən ümumiyyətlə insanlar qəbul eləmirlər. Məni heç kim sevmir kimi qəbul hətta o uşaqların gələcəkdə şəxsi qadın-kişi münasibətlərinə də böyük təsir edə bilər, düzdürmü? Təbii. Və yalnız bu əgər balacaqdan götürmürüksə, biz böyük uşaqdır, 5 yaşı var, 6 yaşı var, 10 yaşı var, lab 15 yaşı var əgər veririksə, bu zaman mütləq uşaqla danışmaq lazımdır və danışmamışdan da öncə, əgər belə bir fikrimiz varsa, bir müşahidə eləmək lazımdır. Uşaq digər ailəni qəbul edirmi? Valideynlər istəyə bilərlər. O böyük insan da istəyə bilər, ancaq uşaq qəbul eləməyə bilər. Və nə baş verir? O 5 yaşındakı uşağı, məsəl üçün 6 yaşındakı uşağı verirlər. Uşaq o valideynini öncədən də qəbul eləmirdi, tanımırdı, heç tanımaq da istəmirdi. Ümumiyyətlə bir münaqişələr var idi. Ancaq qadın uşağı sevirdi. Gəldi, belə açıq danışada kukla kimi oynadım, getdim. Ancaq bu uşağa baxmaq lazımdır və bunun kaprizlərinə dözmək lazımdır. Elə həyata hadisələr olur, yəqin ki, bizi eşidənlər də bunu yaşayan insanlar da var. Bir müddətdən sonra o qadın peşman olur ki, götürüb uşağı. Və qaytara da bilmir, deyə də bilmir. Və həm özünə acıqlıdır, həm o uşağa acıqlıdır və travma biraz da böyüyür və onlar yola gedə bilmirlər. Burası da var. Ona görə də nə qədər də siz istəsəniz ki, övladınız olsun, nə qədər də o uşaqdan xoşunuz gəlsə də, yenə də gərək bir müddətdə yavaş-yavaş, bu sırf psixologiyadır. Ona görə övladlığa verilən zaman internatlardan, uşaq evlərindən onun üçün yavaş-yavaş alışdırırlar. Yəni uşağı hazırlamaq lazımdır. Bu mütləqdir. Uşağı hazırlayanda eyni zamanda valideynlər də öz-özünü hazırlayır. Mən onu eşidirəm ki, niyə vermirlər bizə uşaq? Bunu niyə uzadırlar? Niyə bu boyda aylarla biz gedib gəlməliyik, uşaqla tanış olursunuz, belə eləyirsiniz, bunu almayın, onu eləməyin. Bəli, sən bu kimsəsiz məsəl üçün uşaqdır. Sən ona birdən-birə o qədər hədiyyələr alanda... Oralara getmək, o bizim başqa bir mövzumuzdur. Uşaq evlərindən götürülən uşaqlar. O barədə biz danışacağıq. Çox genişdir, bilirəm və siz o qədər gözəl informasiya verirsiniz ki, gözümü qırpmadan dinləyirəm. Və mən burada üzümü tuturam cəmiyyətimizə, özümüzə. Çünki cəmiyyət elə bizik. Hər kəs özündən başlamalıdır. Hər kəs bir addım atarkən öncə düşünməlidir. Hətta düşünməsə belə o addımı atsa, yenə oturub addım atandan sonra düşünməlidir. Çünki uşaq doğulan gündən bir fərddir, şəxsiyyətdir və ona şəxsiyyət kimi yanaşmaq lazımdır. Ona görə Şərifət xanım bugün çox geniş mövzulara toxundu və məxsusi olaraq buna hazırlaşmışdıq. Əminəm ki, kiçik sizə məlumat verə bildik. Bir daha qayıdacağıq bu mövzulara və Şərifət xanım, son olaraq nə demək istəyirsiniz? Yanınıza gəlir, biz sizlə danışmışdıq ki, sevin də. Sevin. Özünüzü, ondan sonra ətrafınızı. Sevin. Sevgi də ayrı bir mövzumuzdur. Hələlik.